heç kimin inqilab kimi illüziyası olmasın. Bu ölkədə inqilab devri artıq bitmişdi. Gürcüstanda əhalinin çoxluğu ölkənin inkişafına sülhü dəstəkləyir və bizim komandayladır, hakimiyyətlədir. Bir toplum radikal müxalifət hansı ki, öz cəhdlərini davam etdirir hakimiyyətə gəlmək üçün, ölkəyi müharibəyə sürükləmək üçün. Onlar fiyaskoya uğrayacaqlar. Biz bilirik ki, Marniulidə də bizim icmamızda da radikal müxalifətin müxtəlif nümayəndələri hər zaman çalışırlar ki, buradan əhalidən insanları o mitinglara aparalar, o öz radikal nümayişlərində istifadə edərlər. Düzdür, buradan çox az sayda insanlar orada iştirak edir. Yenə də 4 oktyabrda onlar çalışacaqlar ki, müxtəlif vasitələrlə, pul verərək, başqa yollarla bizim əhalimizdən bir qrup insanı o mitinglarda aparsınlar, iştirak etdirsinlər. Ancaq hamı bilməlidir ki, əlbəttə azad şəkildə hər kəs o mitinglarda iştirak edə bilər. Amma hər hansı bir qanun pozuntusu, hər hansı bir cəhdlər çox sərt şəkildə dayandırılacaq və o qanun pozuntusunda iştirak edən insanlar hər biri qanun çərçivəsində sərt şəkildə cəzalandırılacaqlar.